bugün açılacaq. Valla yalan deyirsən, qaqaşsan, dadaşsan, amma baxırsan. Deməli doğrudur ki, baxırsan və sənə məsləhət görürəm ki, baxmağa da davam et. İki yaşlı oğlunu öpürəm. Teşekkür edirəm. Çok sağ ol. Minnettarım dostlar. Çok sağ ol əziz. Əziz olasınız. Minnettarım. Biraz yorğunam, bəli. Bazar günü Naxçıvandaydım. Ondan sonra daha doğrusu 6. gün. Sonra dünən İstanbul'a gittim geldim. Birinci gün uçtum. Səhərə qədər yatmadım. İkinci günde bura Bakıya tekrar geri uçtum. Yatmadım. Ona göre yorgunum. Neyinirsən? Gülxanım nəyinə lazımdır? Gülxanımla sənin nə iş? Çok maraqlıdır Gülxanım. Olanda deyirsiniz ki, niye Gülxanımlar? Olmayanda da deyirsiniz ki, niye Gülxanım yoxdur? Hardadır Gülxanım? Hı? Niye? Axı siz Gülxanımı gah deyirsiniz çıxarın, gah da deyirsiniz çağırın. Nahidə pisdir, amma Nahidə hanı? Gülxanım pisdir, amma hanı? Sabah da əminəm ki, Vəfanı deyəcəksiniz ki, Vəfa hardadır? Bir mat götürdüm, kimse kahvaltı istedim. Fark ettim ama derler. Happy'di. Yani hamısını gah istəmirsiniz, gah istəyirsiniz. Gülxanım pisdir, çıxarın deyənlər indi deyir Gülxanım hanı. Sonra Nahidə pisdir, çıxarın deyənlər indi deyir Nahidə hanı. Bəsdir indi. Nə istədiyinizi özünüz də bilmirsiniz. Olur elə bilər ki, hamısını öhdəliyə götürürsünüz. Hə də. Ona görə soruşurlar hamısı ki, indi efirdə olsa linçləyəcəklər. Ayşat niyə pisdir? Nə eləyib sizə? Nə eləyib? İndi hər şoudur, amma deyirsən ki, çağır. Yaxşı şouydusa niyə çağırırsan onları geri? Şouydu da. Hə. Deniz kopalı kız neyini? Yox. Şaşalıda uşaq. Bəli. Şou edirəm. Niyə baxırsan onu? Deməli şou deyil ki, oturmuşsan baxırsan və baxmağa da davam. Bu kədə o necə deyir? Yox, efirə yox. Mesela Biz özümüz çağıraq. yaxşı. Əli, amma necə oturub baxırsan? Gəbərə-gəbərə baxırsan. Baxmağa davam et. Baxın dostlar, birazdan başlayırıq. Canlı yayımı paylaşaq. Əcəb eləyir Ülviyə Bünyadova. Baxmırsan, baxma, səni məcbur edən yoxdur. Məcbur deyilsin. Hə, gücüm çatmır. Hə, vallahi səni cavan qalasan. Mən yaşlanmışam. Sən cavan qal. Heç yaşlanmaq nəsibin olmaz. Hər zaman belə cavan qalasan, indiki kimi. Bir yaş belə gəlməsin üstünə, elə qal. Mən də yaşlanım. Mənim yaşımın üstünə də yaş gəlsin. Allahım hər il yaşımı artırsın. Qocalım. Mənə qocalığı nəsib eləsin. Teşekkür ederim.
Deyirlər, baxma. Mamedov, məsləhət görmürəm baxasın. Baxmağa davam edin. Niyə işləmir ayır? Bir yəqin frekansı tutun. Usta çağırın. Vallahi indi ölüm. Ondan sonra qalın. O mənə dedi yaşlanırsan, qocalmısan. Mən də dedim ki, bəli, mən qocalıram. Amma Allah səni elə cavan, ürəyin istəyən. Çünki qocalığı qəbul eləmir də. Əgər bir insan bir insana deyirsə ki, qocalmısan, deməli ömür boyu cavan qalmaq istəyir. Mən də ona deyirəm ki, Allah səni heç yaşlandırmasın. Həmişə cavan qalasan. İndi bunu kiminə görə qarğış olar, kiminə görə xoş söz olar, özü bilər. Amma bu adamın ürəyincədir. Çünki o qocalmaq istəmir, cavan qalmaq istəyir. Mən də Allahdan istəyirəm ki, ömür boyu cavan qalsın, heç qocalmasın. Zaqatalıya salam olsun. Hə, cavanlığımda, yaşlılığımda hamısı gözəldir, çox şükür. Önəmli olan əxlaqım, namusum yerində, fiziyim yerində, sağlamlığım yerində. Nə xoş mənim halıma. Allaha milyon kərə şükür edirəm. Ne yukarı bakın. Yo canım mənim, bu niyə qarış olur? Onun arzusunu Allahdan istəyirəm ki, Allah onu hər zaman cavan saxlasın. Heç yaşlandırmasın. Mənim kimi yaşlanmasın. Çünki yaşlılığı bəyənmir də, yəni yaşlı insanları görəndə pis olur. Ona görə Allahdan arzum budur ki, Allah onu mənim kimi yaşlandırmasın inşallah. Elə olduğu yaşda qalsın. Bu indi sizə görə qarğış ola bilər, amma o adam üçün alqışdır canım. Neçə yaşım var? 85 yaşım oldu. Valla nə bilim, canlıya verilişi niyə qoşaq? Televiziyada gedir də, açın baxın. Birazdan efir başlayır. Əlbəttə paxıllıq, haycan. Hə, bilirəm. Birazdan efir başlayır. Onu bilirəm. Əlbəttə ki, əgər biri sənin haqqında pis danışırsa, deməli o sənin yaşadıklarını yaşamaq istəyir, amma yaşaya bilmir. Ona görə yanır, gəbərir, ölür, danışır. Halva yemək istədi. Qaxa salam olsun. Baş üstə. Bugün açarıq deyim. Qaxa salam olsun. Əcəb edib göstərirəm. Baxma. Məcbur deyilsin. Teşekkür ederim. Geçen günün olsun. Peki. Çok sağ olun. Yaşım 85. 85'ti. Elə bil ki yeni ayın 13'ü 85 yaşım oldu. Canlı yayımı paylaşın dostlar. Gözün altı kuruyor. Ben yukarı bakayım. Hə, halvanı yemək istəyirəm canım. Çok sağ olun. Allah da sizi sevsin.
Çox sağ ol. Gəldəki yuxarı soğuk ki. Başla. Qəbəliyə salam olsun. Ay, necə özləmişəm Qəbələni. Yox, onu sənin maman bilər. Mamadan soruş desin. O bu şeylərdə mütəxəssisdir. Tezgah nə olsun ki, nə qədər olsa bəs. Mən əynimdə görmüşəm. Nə qədər çatır göz. Gəzə biləcəm. Baş. Hava çıxmaz, sonra gəzməyə. Qorxuram DNK-da açılandan sonra hər gün soruşacaqsınız ki, Vəfa hardadır? Necə ki Gül xanımı, Nahidəni soruşursunuz, onu da soruşacaqsınız. Allah neyniyə indi? Ayşadı necə eləyək? Çıxaraq efirdən. Olmaz axı, düzgün deyil. Şamaxıya salam olsun. Şamaxıya salam olsun, Şəkiyə salam olsun. Fəxrənisə nənəni öpürəm. 85 yaşım var canım. Xudata salam olsun. Naxçıvana salam olsun. 85 yaşım dedim də, neçə dəfə deyəcəm. Gününüz uğurlu olsun. Çox sağ olun. Dərbəndə salam. Zərdaba salam, Tovuza salam. Ağsu. Bərdə, Qusar. Hə, 87 yaşım olacaqdı inşallah gələn il. Birdən-birə 2 yaş elə bir ki, birdən oplanıb böyüyəcəm. Ayşa da yaxşıdır. 2 yaşı birdən-birə op eləyəcəm. İndi 85 oldu, gələn il 87 olacam ürək. Rahat oldun. Bir rahatla. Mingəçevirə salam olsun. Hə, indi 85-əm. Prosto dedi 87, mən də deyirəm narahat olma. Gələn ilə 87 olacaq. Gəncəyə salam olsun, Hacı Qabul. Göyçay. Nar istəyirəm mən. Baş üstə. Yevlax. Türkiyə. İşte. Atdı sənin üstə getdi, hə Səbir? Heç nə bilmir. Bu evdə işlərini bunu kim görür? Ananızı öpürəm Həsənov, salam deyin. Hətta qalan. Gəncə, Zərdab, Göyçay. Lənkəranı öpürəm. Ayın 31-də Lənkəranda olacam. Leyla Zülfiqarova gəlir. Lor Cərrah. 31 yanvarda bərabər gələcəyik. – 85 yaşım var. Gələn il 87 olacaq. Beyləqana inşallah gələrik. Amma ayın 31-də Leyla xanım olacaqdı. Lənkəranda. Qulaq burun boğaz yoxlama istəyənlər, uşaqlar, böyüklər gəlib müraciət eləsinlər. Gedir çünki bunu tez eləmək lazım. Saat neçədir? Yarısı. Yox, qonaq olmağa vaxt yoxdur. Lənkəranda mənim öz dostlarım var. Yəqin ki, onlarla olacam.
Yox canım, 87 yaşım olacaq gələn. Elə bil ki 85 idi. İndi məni 87 yaşımı gözləyənlər sizə görə birbaşa hoppanıram 2 il qabağa. 87. Rahat oldunuz. İstəyirsiniz 100 eləyim. Peki siz dincəlin. Dincəlin deyə istəyirsiniz 100 eləyim. 100 yaşım olacaq gələn il. Rahat oldunuz. Hə Leyla, vayını oturum, düz deyirsən. Oturum sənin vayı var. Halva da gəlib. O halvadan gətirsəydilər, elə vayı oturanda o halvadan yeyərdik. Can, çox sağ ol. Çox sağ ol. Əlbəttə Aysun. Bu bəllidir. Pişiyin ağzı ətə çatmayanda deyir haramdır. Boş. Mən sadəcə efirə gülüb biraz nastroyeniya çıxmaq istəyirəm deyə belə cavablarını verirəm. Yoxsa bilirsiniz ki, mən belə adamlardan enerji alıram. Belə adamlardan enerji alıram. Çox sağ olun. Gələn il 100 yaşım olacaq. 100 yaşım. Mələk Nur. Düz deyirsən. Ananın, atanın, sevdiklərinin başına düz deyirsən. Çox sağ olun. Onlar deyimlə yaşayır, yeganə. Mənimlə yaşayırlar. Ölürlər. Deyirlər ki, ay Allah, kaş onda olanlardan bircə faizi məndə olardı. Amma olmur. Ona görə onlar belədirlər. Can, təşəkkür edirəm. Canlı yayımı paylaşaq. Bir qadın mənim ərimi soruşur ki, hardadır? Bunun evdə kişisi yoxdur ki, deyək ki, başqa kişiləri niyə soruşursan? Ay Allah. Həqiqətən. Nə bilim Allah, bizdə belə şeylər olmur deyə, bilmirəm. Amma məhəttəl qalıram. Bundan. Şimdi qəşəng krem şeydir, pomadalar vardı. Amma nastroyem yox idi deyə maya almadım. Qəşəng şeylər vardı, pomadalar, amma almağa, yəni o şeyim yox idi ki, duram gedəm. Halımız seçməyə. Seçməyə, dayanmağa. Bir də Şahinin parfümünü aldım mesela. Bugün mamanı çağırmışam. Seyfə Anar 036. Ananı çağırmışam, onun konsertini təşkil eləmişəm bugün. 2 saat onun konserti gedəcək, baxarsın. Ananın konsertidir. Atmayın, səsinizi başınıza atmayın. İnşallah Gəncəyə də gələrik. Hə, qadın burada yazıb, bəli, mənim həyat yoldaşımı sorur. Mən də deyirəm, görəsən, bunun evdə kişi yoxdurmu? Demirmi ki, başqa kişilərlə niyə maraqlanırsan? Yox, deyəsən yox. Evdə həqiqətən həya, abır həya yaxşı şeydir, amma o da bu cürlərində yoxdur. İsmailiyə salam olsun. Səhət yazıb bunu bir dənə oxuyun. Qrupa yazıb. Gəldim səhət. Daha olsun. Hə. İki bir tez oluyor. Ama Çox sağ olun canlar. Ananızı öpürəm. Gözəl, abırlı, həyalı, fədakar anaları öpməmək olmur. Onlar mənim anamdılar. Onları sevirəm. Allah onları qorusun. Bəlkə şeydir Maya. Bəlkə bu olsun. Məncə bu gedəcək. hələ qoydum. Baxın. Yox, bu ayrı tamamını götürüm. Biraz da açarda rengim sonra. Gördün, bax. İndi izləyici görürsün zövqü. Bax, Maya, bax.
Sənin qoyduqlarına mənə bax. İndi gördün bacı? Yaxşı ki onları vurmadı. Gəl bax. Gördün rəngə bax. Kostyumun rəngi. Həmişə üstünü vurursunuz amma o açacaqdır. Yo, onlar bundan getməz. Unut. Ancaq bu məncə gedir. Getməz. Onlar başqa rənglərə çalır. Buna başqa rəng vurmaq olar amma sən qoyduqlarını. Artıq hər şeyi mən araşdırıb şey edirəm geyimlərdə. Burada yazıyor. Nə yazıbdı? Resim qara siyahını ona verir. Baxın, göstər mənə. Ona var. Qovmayacağım. Vəfanı qovmayacağım. Tam arxayın olun. Vəfanı niyə qovaq? Yazıq deyil. Tuş da ver də. Tuşa gətirmədim mənə yeni. Quruyub heç şey, Maya. Ne baxaq, ona mənim gündəmdə gətirəcəm. Geyinin. Nə qulaqsa deyil. Ana ilə işim var. Mən bilirəm, hə. Sizin bilirsən ana ilə niyə işim? Mən də anayam. Gör heç mənim övladım çıxıb kiminsə anasına dil uzadır. Ona görə tərbiyəni verən anadır. Əgər birinin övladı tərbiyəsizsə, deməli ana tərbiyəsizdir. Yaxşı ananın o övladı durub kiminsə qadınına söz demir. Əxlaqsızın övladı əxlaqsız olur. Mən görməmişəm ki, əxlaqsızdan əxlaqlı törənsin. Yəni bu belədir. Solğun yox, yorğunam. Bu renk mənim sevdiyim renkdir dostlar. Yorğunam, biraz yorğunam. Aytacı qovmayacağım, yox. Vallahi. Billahi Aytac qovulmayacaqdır. Niyə də qovulmalıdır? Aytac, yəni yazıq bir adamdır. Nə olsun ki, anası var, atası var. Daha doğrusu atası rəhmətə gedib. Ailə dağılmamalıdır. Ailələri qorumaq lazımdır. Ailəni qorumaq lazımdır. Əlim. Telefona cavab ver də qızım. Ora zənglər gəlir. Niyə cavab vermirsən? O telefon iş telefonu deyil. O zəng gəlirsə ona cavab vermək lazımdır. Mən nə bilim necə oldu. Güya o mənim verilişimdə idi ki. Gəlmişdi. Harada idi? Sel orada doldu da. Harada? Kim harada layiq, hara layiqdirsə oradadır. Ayaqqabım haradadır? Burada. Bir açıq. Baxın, bir əla. 2 dənə gül qoymalı. O gülü götürüb qoyur. Hüseyin də yazıqdır. Əlbəttə ki, belə götürəndə kimi var Hüseyin? Görüşə gələ bilərlər sizlə. Kimdir görüşə gələn? Doktor. Əşə ssenaridir, əcəb edirəm. Bir dənə də ssenari sən yaz, axşamları evdə mamanı, papanı yığ oynat. Olsun ssenari. Sonra da çək at mənə görüm necə eləmirsən. Tutub tutmayıb, məsləhət ver. Başarana baş qurma. Gözəgə gülü göstərmişəm xanıma. Bir iki nəfər deyib pis yazın. Gülü göstərməyən bir şey. Burada gözəl sözlər yazır. Bir yerdə göstər, ağlar. Belə biraz burada sürüyor. Sağ ol canım mənim. Ne güzel çiçəklərdir. Onu şeyə qoyun da. Studiyaya qoyun. Bir dəfə qədər xanımın vaxtı olsa, bir dəqiqə özümdən. Verilişdən sonra görüşün. Verilişdən sonra görüş. Canım veriliş bitəcək ya. Bitəndə getmə. Gəl mənim yanıma. Yaxşı gözlə onda göz. Gəlin bura, gəlin. Gəlin sizi canlıda bizim izləyicilərimiz görsün. Yeni bir reabilitologumuzdur. Revmatolog. 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 Şahin bir dənə baxın şeydə gör nə yazıb.
Şahin. Gör təqdimatı nə yazıb tez. Tez baxın ona mən baxım. Mederanın təqdimatına baxın. Mən də fikirləşirəm ki, niyə? Necəsiz Gülnar xanım? Sağ olun. Siz həmişə kimi gözəlsiniz. Gözəl, inanırsan 3 gündür mən yatmıram. Nə gözəlsiniz. Türkiyədəydiniz deyəsən. Hə, Türkiyədəydim. Özünüz də xəstə. Hə, xəstə. Ondan əvvəlki günlər Naxçıvanda olmuşam. Təyyarə, gedib gəlmək, uçuşlar, çox yoruldum. 85 yaşım var. Yəni belə olacaq da. Mənə də əl içərdə buna görə. Bir dənə tez gətirin, o əli gətirin. Canlı yayımdayam. Revmatolog mühəndisi. Canlı yayımdayam. Bizim bir dənə doktorumuz var. Sizlərə tanış etmək istəyirəm o doktorumuzu. Hə, doktorumuz Medera hospitalındadır. Revmatologumuzdur, dəyərlimiz. Yəni siz birazdan onun təqdimatını görəcəksiniz. Ürəkdir bu. Siz də Bu ürəksiniz. qız deyil, qızıldır. Siz də ürəksiniz, siz də qızılsınız. Bu qız deyil, qızıldır. Çox sağ olun. Ürək qızıl, özü qızıl. Bugün Layla xanım mənə deyir ki, siz bir dənə doktor göndərirəm. Siz deyir, elə bir doktor görməmisiniz. Sağ olsun, Allah. Canım, mən sizə bir şey deyim. Siz mənə yazırsınız ki, bura çörək pulu at. Çörək pulunu qazanırlar. Kimdənsə istəmirlər. Əziyyət çəkirlər. Mən biraz öncə gördünüz sizə nə dedim. Dedim ki, o qədər yorğunam. Saat 8-də mənim təyyarəm enib. Mən gəlmişəm, heç 1 saat yatmamışam. Durub işimə gəlmişəm. 3 gündür demək olar ki, həftə sonunda Naxçıvanda olmuşam. Səhər tezdən qalxmışam. Hava limanına getmişəm. Deyil. Valla. Bir dəqiqə görək xanım nə deyir.